Hər birinizi salamlayıram. Necəsiz? Deməli, sizə bu süfrəmi göstərəcəm. Bu süfrənin üzərində ləkə olmayan yer yox idi. Yəni, düşünün ki, bunun üzərində hər tərəfində yekə-yekə, topa-topa belə ləkələr var idi. Sarı, nə bilim, yağ ləkəsi, çay ləkəsi. Yəni, Domestosa belə qoyurdum da xlora. O belə aparmırdı da. Yəni, nə illah eləyirdim. Mən bunun üzərindəki ləkələri apara bilmirdim. Və son zamanlar bu internetdə gördüyüm hansı ki 72% belə duru formada olan sıvı şeylər var, sabunlar. Onlara baxırdım, amma mən onu almamışdım. Adi evdə məndə normal bildiyimiz 72% sabun var idi. Elə belə dedim, bir daha ondan yoxlayım görüm. O da 72-dir, bu da 72-dir. Tamamilə ağartdı və təsəvvür edin ki, bu 4-5 ilin ləkəsi idi. Yəni, yeni bir ləkə deyil idi də. 4-5 ilin ləkəsini apardı. Mən bunu artıq tullamağı istəyirdim. Yumuşdum, elə qalmışdı orada süfrə şeylərin içərisində. Yaxşı ki, tullamamışam. Yəni, ağappaq elədi də, heç bir ləkə qalmadı.